Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam. Kimya iş dəftərindən 5.2 oksidlər mövzusunun suallarına baxaq. Birinci, ifadələrin düzgün və ya səhv olduğunu müəyyən et. Oksidlər yalnız yanma prosesindən alınır deyirsə, ə, yalnız yanma prosesindən alınmır. Bu səhvdir. Çünki elə maddələr var ki, məsələn, halogenlərdə xlor, o oksigenlə yəni reaksiyaya girmir ki, onun oksidi alınsın yanma prosesindən. Bu səhvdir. Deməli, bunun adı dəmir oksididir. Bu da səhvdir. Bu dəmir 2 oksiddir. Niyə görə? Çünki dəmir dəyişkən valentlidir. Dəmir 2 oksid. Mən əgər bunu burada valentliyini qeyd eləməsəm, mən nə bilim bunun formulu belədir, yoxsa belə. Axı qeyd eləməliyəm. Baxın, bu 3 olanda dəmir 3 oksid, bu isə dəmir 2 oksid. Qlukoz oksidlərin nümayəndəsi deyil, düzgündür. C6H12 O6-dır. Yəni oksidlərdə 2 fərqli element olur. Difosfor pentoksidin formulu P2O5-dir. Difosfor, fosfor 2 dənə, penta da 5-dir. Bu da düzgündür. Saf su dihidrogen monoksid molekullarından ibarətdir. Bəli. Dihidrogen monoksid. Oksigen bir dənə, hidrogen 2 dənə. Bu da düzgündür. 2. İfadələri L-Lewin diaqramı üzrə ayır. Deməli, oksiddir. Hansı oksiddir? Bu. Bu oksiddir. Oksigenli birləşmədir. Hər ikisinin də tərkibində oksigen varsa, oksigenli birləşmədir. Tərkibində kalsium var, hər ikisində kalsium görürük. Üstə bura aiddir. Tərkibində kükürt var deyirsə, kükürt bu kalsium SO4-ün tərkibindədir. Oksidləri adlandır. Rubidium sabit bir valentlidir. Rubidium oksid. Manqan dəyişkən valentlidir və manqan burada 4 valentlidir. Manqan 4 oksid. Pardon, özünüz yazarsınız. P2O3 difosfor. Difosfor. 2 dənə fosfor var axı. Və 3 dənə oksigen olmağı necə bildiririk? Tri oksid yazmaqla. Sonra burada mis 2 oksiddir. Mis 2 valentlidir çünki. SO3-də kükürt 3 dənə oksigen olduğu üçün trioksid. Baryum da sabit valentlidir. Baryum oksid. NO2 azot dioksid. Berilyum da sabit valentlidir. Berilyum oksid. Silisium O2 silisium. Silisium dioksid. Tamamlayırsınız. Oksidlərin formulunu tərtib et. Dəmir 3 oksid. Baxın, dəmir oksidlərin hamısında deməli oksigen 2 valentlidir. Dəmir 3 oksid o demək ki, dəmir burada 3 valentlidir. Çarpaz keçirdirsiniz valentliyi. Dəmir 2 O3. Difosfor. Fosfor 2 dənədir. Tri 3-dür. Xrom 2 oksid. Xrom hər ikisi 2 valentli olduğu üçün S-nin ayağını bizə düşmür. Yəni xrom 2 O2 yazsanız ixtisar gedir. Sezyum oksid. Sezyum 1 valentlidir. Bu formada olacaq. Karbon dioksid. CO2. Alüminium da sabit valentlidir. 3 valentlidir. Alüminium 2O3. Diazot. Pentaoksid. Natrium 1 valentlidir. Natrium 2O. Diazot monooksid. Kalsium da 2 valentlidir. Valentlilərin enisi ayaqlarının esinə düşülür. Söz tənliklərini kimyəvi tənliklərlə əvəzlə və əmsallaşdır. Karbon monoksid. Üstə gəl oksigen qazı. Alınır karbon dioksid. CO2. Əmsallaşdırmağımızı da istəyir. Deməli, bura 2 yazsaq, burada 2 yazsaq düzəlir. Litium. Üstə gəl oksigen qazı. Litium oksid alınır. Litium 1 valentli olduğu üçün
lityum ayağına 2 düşür, çünki oksigen ekvivalentlidir. Oksigenin ayağına da heç nə yazmırıq. Sink sulfid, bunu elə yazıb özü. Üstə gəl oksigen qazı alınır. Sink oksid. Sink sabit 2 valentlidir. Heç bir ayağına heç nə düşmür. Kükürt dioksid də belədir. Burada yuxarıda əmsallaşdırmağı unutduq. Bura 2 yazaq. Burada 4 düşür. Burada 2 yazsaq, 2 yazsaq, burada 2 yazsaq, burada 3 düşür. Deməli, C4H10 üstə gəl oksigen qazı. C4H10 üstə gəl oksigen qazı alınır. Karbon dioksid. Üstə gəl dihidrogen monoksid sudur. Əmsallaşdıraq. Burada 4 düşür. Bu 2 dəfə artırmalıyıq. Deməli, 8 eləyək bunu. Bura 10 düşsün. Deməli, 8 kimi 16, 10-dan da oksigen bu tərəfə 26-dan oksigen olması üçün bura 13 yazırıq. Oksidlərin formulları ilə adlarını uyğunlaşdır. SO2 kükürt dioksid, kobalt 2 oksiddir bu. Kobalt 3 oksid, N2O3 azot, diazot trioksiddir. Silisium O2 də silisium dioksiddir. Verilmiş reaksiyalardan mümkün olanları tamamla və əmsallaşdır. Burada alınır lityum 2O. Bu reaksiya getmir, çünki gümüş oksigenlə reaksiya getmir. Kalsium reaksiya gedir, kalsium oksid alınır. Alüminium da girir, alüminium 2O3 alınır. C6H12 reaksiya girəndə CO2 üstə gəl H2O əmələ gəlir. Burada isə mis 2 oksidlə SO2 əmələ gəlir. İndi bunları əmsallaşdıraq. Deməli, lityum 2O. Bura 2 yazırıq. Bura 4 yazırıq. Bura reaksiyonumuzda getmir. Bura 2 yazırıq. Burada 2 yazmalıyıq. Buraya isə 2 yazaq. Tək ədəddir çünki. Oksigenin yanındakı altdan oksigen olur. Bura 3 yazırıq. 4 dənə də alüminium var. Bura 4 yazdıq. 6 dənə karbon burada var. Sağda da 6 olsun deyə qarşısına CO2-nin qarşısına 6 yazırıq. 12 hidrogen var. Burada 6 yazırıq ki 12 hidrogen olsun. 6 2 12 üstünə də 6 eləyir 18. Deməli, bura 9 düşəcək. Sonra burada qarşısına 2 yazsaq. Burada 2 düşsə, burada 2 yazsaq. 6 dənə oksigen sağda var. Burada da solda da 6 olsun deyə 3 yazıq qarşısına. Oksidlərin altından xətt çək və onlarda oksigenin oksigenləşmə dərəcəsinin mənfi 2 olduğunu nəzərə alaraq digər elementin oksigenləşmə dərəcəsini müəyyən et. Deməli, oksidlər baxın budur. Budur, budur, budur. Biri oksigen olmaqla digər metal və ya qeyri-metal olsun. Burada görürsünüz, oksigen yoxdur, yəni H3-də heç. H2SO4-də 3 dənə fərqli element var. C6H12O6-da 3 dənə fərqli element var. H3PO4-də 3 dənə, HNO3-də 3 dənə fərqli element var. Deməli, oksigen mənfi 2-dirsə, oksigenləşmə dərəcələrini toplayanda bizə 0 verməlidir. Deməli ki, bu azot müsbət 2-dir, mənfi 2 ilə toplayanda 0 versin. P2O5 oksigen mənfi 2, bu da müsbət 5 olacaq. Bunu necə eləyirik bəs? 5-i 2-yə vuranda baxın, müsbətin sayı nə qədərdir? 10, mənfi 2-ni də 5-ə vuranda mənfi 10 toplayanda 0 verir. Bu P2O5-ə gedir və yaxud da elə bayaqki valentliyi ilə çarpaz kimi qəbul edə bilərsiniz. Deməli, mənfi 2, bu da olacaq müsbət 3. Alüminium 2O3. Belə, bu qədər, sağ olun.